Orucluq zamanı çay və qəhvə suyu əvəz edir. Bu fikir elmi baxımdan doğru deyil. Orucluq dövründə orqanizmin əsas ehtiyacı sudur. Bəzi şəxslər iftar və sahur zamanı bol miqdarda çay və qəhvə qəbul etməyin gün ərzində susuzluğun qarşısını aldığını düşünür. Lakin bu yanaşma doğru hesab edilmir. Çay və qəhvənin tərkibində olan kafein yüksək miqdarda qəbul edildiyi zaman maye etkisini artıra bilər. Müntəzəm kafein qəbul edən şəxslərdə həmin təsir nisbətən zəif olsa da, çay və qəhvə orqanizmin maye ehtiyacını su qədər effektiv şəkildə qarşılamır. Su orqanizm üçün həyatı əhəmiyyət daşıyır. O, hüceyrələrin normal fəaliyyətini təmin edir, qan dövranında mühüm rol oynayır, bədən temperaturunun tənzimlənməsinə kömək edir, enerji səviyyəsinin qorunmasına dəstək olur. Xüsusilə iftardan sonra ardıcıl və həddindən artıq çay içilməsi və ya sahurda yüksək miqdarda qəhvə qəbulu günün ikinci yarısında susuzluq hissinin daha tez yaranmasına və maye balansının pozulmasına səbəb ola bilər. Çay və qəhvə zövq məqsədi ilə qəbul edilə bilər, lakin onların suyun əvəzi kimi qəbul edilməsi düzgün yanaşma deyil.